Gürcüstanın baş nazirinin müavini regional siyasət məsələləri üzrə dövlət naziri siyasi vəzifəsindən istefa verib. Mamuka Midinaridze bu barədə bugün keçirilən brifinqdə bəyan edib. Onun sözlərinə görə o təkcə vəzifəsindən getmir, ümumiyyətlə siyasətdən uzaqlaşır. O bu addımını baş nazir və partiyanın fəxri sədri ilə müzakirə etdiyi şəxsi qərarı ilə əsaslandırıb. Jurnalistin siyasətə qayıdışı ilə bağlı sualına cavab olaraq Midinaridze bildirib ki, bunun ehtimalı minimaldır və yalnız Gürcü arzusu komandasına ehtiyac yaranarsa və başqa çıxış yolu qalmazsa baş verə bilər. Gələcək planlarından danışarkən o fəaliyyətini böyük ehtimalla biznes sahəsində davam etdirəcəyini qeyd edib. Agentura müxalifət partiyaları, varlı qeyri-hökumət təşkilatları və onların ultramilli psevdoliberal fəalları vətənsizliklə yanaşı faşist meyllərini, cəhalətini, yalanını və ikiyüzlülüyünü Rusiya-Ukrayna müharibəsi başlayan andan tam miqyası ilə nümayiş etdirdilər. Bu barədə Gürcü arzusunun üzvü Levan Maçavaryan sosial şəbəkədə yazıb. Maçavaryan izahına görə müharibə başlayanda bir çox vədlərlə yanaşı Ukraynaya NATO və Avropa İttifaqına sürətləndirilmiş üzvlük də vəd edilirdi. Lakin bu müharibənin 5-ci ilində belə yerinə yetirilməyib. Ukrayna prezidenti Ukraynaya göstərilən dəstəyə görə onlarla ölkəyə və beynəlxalq təşkilata, o cümlədən Gürcüstana təşəkkür edib. Vladimir Zelenski sosial şəbəkədə Ukraynanın dövlət müstəqilliyinin bərpasının 35-ci il dönümündə Ukraynaya və Ukrayna xalqına diqqət göstərən ölkələrə minnətdarlığını bildirib. Ukrayna prezidentinin bəyanatına həmrəylik əlaməti olaraq Ukrayna bayrağının rəngləri ilə işıqlandırılmış müxtəlif ölkələrin məşhur binaları və tikililərin, o cümlədən Tbilisi televiziya qülləsinin əks olunduğu fotolar əlavə edilib. Sülh danışıqlarının faktiki olaraq çıxılmaz vəziyyətə düşməsindən sonra Rusiya Ukraynaya orta mənzilli ballistik raketlərlə kütləvi zərbələrin intensivliyini artırmaq niyyətindədir. Bu barədə Bloomberg Kremlə yaxın mənbələrə istinadən yazır. Nəşrin məlumatına görə Moskva, Kiyevin, xüsusən də paytaxtın mərkəzinin və digər Ukrayna şəhərlərinin infrastruktur obyektlərinin bombardman edilməsini gücləndirmək imkanını nəzərdən keçirir. Mənbələr danışıqlar cəhdlərin iflasa uğradığını və tərəflərin ilkin nöqtəyə qayıtdığını bildirirlər. Onların sözlərinə görə Rusiya prezidenti Vladimir Putin nə sanksiyaların, nə iqtisadi təzyiqlərin, nə də Ukraynanın Rusiyanın neft emalı zavodlarına və logistika şəbəkələrinin zərbələrinin təsiri altında müharibəni dayandırmayacaq. Məlumata görə getdikcə daha çox Rusiyalı yüksək vəzifəli şəxs belə qənaətə gəlir ki, son çarə olaraq Putin Ukraynada taktiki nüvə silahından istifadə qərarı verə bilər. Moldova hava məkanına 5 pilotsuz uçuş aparatı daxil olub. Bu barədə Moldovanın Müdafiə Nazirliyindən bildirilib. Qurumun məlumatına görə dronlar müxtəlif vaxtlarda Ukraynadan Moldovaya sərhədi keçib və yenidən Ukraynaya qayıdıb və ya radarlardan itib. Moldova Müdafiə Nazirliyi ölkənin hava məkanına icazəsiz müdaxilə hallarının Rusiyanın Ukraynaya endirdiyi hava zərbələrinin nəticəsi olduğunu vurğulayıb. Pentagon Avropada ABŞ kontingentinin yerləşdirilməsi məsələsinə yenidən baxılması çərçivəsində 6 noyabrədək Müdafiə Nazirinə təklif ediləcək ən azı 4 fəaliyyət variantı hazırlayacaq. İyunda başlayan yenidən baxılma prosesi dekabrda yekunlaşacaq. Reutersin anonim mənbələrinə istinadən yazdığına görə prosesdə həlledici əhəmiyyət 18 sentyabrədək planlaşdırılan görüşə verilir. Həmin görüşdə ABŞ silahlı qüvvələrinin Avropadakı ali baş komandanı Heksetə təqdim ediləcək. Konkret variantları formalaşdırmaq üçün Pentagonun siyasət rəhbəri Elbridge Colby ilə görüşəcək. Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində qətimkan tədbiri olaraq 2 aylıq həbs qərarı çıxarılıb. Bu barədə Korrupsiyaya qarşı mübarizə komitəsinin mətbuat katibi Marina Ohancanyan məlumat verib. Korrupsiyaya qarşı mübarizə məhkəməsində dünəndən bəri istintaq orqanının Koçaryana qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətindən baxırdı. Gecə saatlarında Koçaryan həkimlərin göstərişi ilə xəstəxanaya köçürülüb və işi onun iştirakı olmadan baxılıb. Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Nepalda daşqın qurbanlarının sayı 350-ni ötüb. Xilasetmə qruplarının məlumatına görə 1000-dən çox insan hələ də itkin düşmüş hesab olunur. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Ziyan bildirib ki, daşqından sonra təxminən 100 Çin vətəndaşı itkin düşüb. Çin Nepal ilə sıx əlaqə saxlayır və bircə axtarış xilasetmə işlərini dəstəkləyir. İlkin məlumatlara görə Nepal və Çində baş verən 4,4 maqnitudalı zəlzələ buzlağın aşağı hissəsinin uçmasına və sonradan daşqına səbəb olub. Nepal Fəlakətlərin İdarə Edilməsi Xidmətinin bəyanatına əsasən, təbii fəlakət nəticəsində yaranan gölün daşa biləcəyi səbəbindən qəfil daşqın təhlükəsi qalmaqdadır. Gürcüstan Xarici İşlər Nazirliyi Nepalda baş verən faciə ilə bağlı kədərini ifadə edərək bəyanat yayıb. Biz Nepalda və Çin Xalq Respublikasında baş verən dağıdıcı daşqınla bağlı dərin hüznümüzü bildiririk. İtkin düşənlərin ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara səmimi başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayır, davam edən xilas etmə əməliyyatlarına və çətin vəziyyətdə olanlara yardım etmək üçün yorulmadan çalışan hər kəsə həmrəyliyimizi bildiririk. Bəyanatda vurğulanır.
Kaxet Polis Departamentinin əməkdaşları xüsusilə küllü miqdarda narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi və kultivasiyası ittihamı ilə bir nəfər saxlayıblar. Qurcani Bələdiyyəsində saxlanılan şəxsin yaşayış evinin həyətində maddi sübut kimi 50 kiloqramadək narkotik tərkibli çətənə bitkisi müsadirə edilib. Polis tərəfindən həmçinin narkotik vasitələrin hazırlanması üçün zəruri materiallar da götürülüb. Bu cinayət 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusilə küllü miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım göstərilməsi ittihamı ilə bir nəfər saxlayıblar. Hüquq mühafizəçilər satış üçün hazırlanmış xüsusilə küllü miqdarda metadon narkotik vasitəni maddi sübut kimi götürüblər. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Maliyyə Nazirliyinin istintaq xidməti ilə əlaqəli şəkildə Gürcüstandan tranzit keçən aksizsiz siqaretlərin daşınması faktını aşkarlayıblar. Tranzit yükün açılması nəticəsində gizlədilmiş müxtəlif adlı 202.176 qutu bəyan edilməmiş aksizsiz siqaret aşkar edilib. Aksiz markası ilə məcburi nişanlanmalı olan siqaretlərin ümumi bazar dəyəri 1.132.185 lari təşkil edib.